nəfsimizi tərbiyə edib yüksək dərəcələrə çatdırmalıyıq. Çünki nəfs elə bir şeydir ki, və əlhəməhə, fücurəhə və təqvəhə deyir Allah Teala. Ona pislik də, təqva da, yaxşılıq da, gözəllik də ilham olunubdur, verilibdir. Və biz çalışaq ki, o fücuru deyil, o təqvanı yüksəldək. Təqvamızı yüksəldib ən yüksək dərəcəyə çataq. Və fərdi olaraq öz həyatımızda bunu etməklə birlikdə cəmiyyət həyatımızda da bunu tətbiq edək. Əvvəl olan mənfi alışqanlıqlarımızı, vərdişlərimizi tərk etməyə çalışaq. Bəzən elə insanlar olur, görürsünüz ki, cəmiyyətdə bəzi insanlar ağır sözlüyə öyrəşiblər. İnsanlara pis rəftara öyrəşiblər. Bu rəftarları, bu vərdişləri tərk etmək lazımdır. Hətta hədislərin birində qeyd olunur ki, siz oruçlu ikən nəsə yanınızda biri sizə bir pis söz desə, mən orucam desin. Fikir verirsiniz, necə gözəl insan tərbiyəsidir bu, nəfsi necə gözəl tərbiyə edir. Və oruc ibadəti bunun üçün həm böyük fürsətdir, Ramazan bunun üçün böyük fürsətdir. Bu fürsəti ümidvaram ki, hamımız dəyərləndirdik. Bu gözəl ibadəti sonlandırırıq artıq. Oruc elə bir ibadətdir ki, orada riyakarlıq etmək istəyən də edə bilmir o qədər. Çünki insandır, başqa ibadətləri bəlkə riya üçün edə bilir. Amma oruc sırf Allah üçün edir onu. Çünki onsuz da o riya etsə orada orucu pozulacaq. Yəni formal olaraq da pozulacaq. Digər ibadətlərdə riya olmaz şübhəsiz ki. Şirk-i xəfi də deyilib, yəni kiçik şirk də deyilib. Amma oruçda bu özünü daha çox bariz göstərir. Qudsi hədislərin birində Allah Teala buyurur ki, mömin sırf mənim üçün yeməyini, içməyini, şəhvani duyğularını tərk edir, onlardan uzaqlaşır. Onun da qarşılığını mən özüm verəcəm. Və ümidvaram ki, biz Allah Teala'nın rızasını qazanmışıq. Gözəl duyğularla Ramazan ayını sona vururuq. Amma qeyd etdiyim kimi Ramazan ayındakı olan bu duyğularımız, Ramazan ayında yaşadıqlarımız Ramazandan sonra da davam eləməlidir. Ramazanda biz nəfsimizi yüksəldirik, kasıb insanları düşünürük, ehtiyac sahiblərini düşünürük, amma Ramazandan sonra da bu olmalıdır. Yəni, müminin bütün halı belə olmalıdır. Müminin 12 ayının 12'si də belə olmalıdır. Ramazan bunun üçün qeyd etdiyiniz kimi ehtiyat toplama ayıdır. Bundan sonra da bunları davam etdirək, bundan sonra da biz ehtiyac sahiblərini düşünək, bundan sonra da cəmiyyətin problemlərini öz problemlərimiz kimi qəbul edək. Bundan sonra da necə ki biz Ramazan süfrəsi ətrafında bütün ailə toplaşırıq, bundan sonra da və ailə özü ictimailəşir. Bir daha bütün izləyicilərimizin Ramazan bayramını təbrik edirəm. Allah Teala millətimizə, xalqımıza və bütövlükdə insanlığa Ramazanın hörmətinə sülh, əmin-amanlıq, ruzi bərəkət versin.